Ya Allah, Bismillah. Şeyx Tusinin İmlalar kitabından oxuyacağım bu dəfəki hədis. Həmzə Somali nəql edir İmam Baqir əleyhissalamdan. İmam Baqir əleyhissalam da vasitələrlə Allah Rəsulundan nəql edir. Allah Rəsulu bu hədisdə buyurur ki, qiyamət günü baş verdikdə Allah Taala cəməallahul xalaiqə fi səidin vahid. Bütün insanları bir yerdə cəmləyəcək və Allah tərəfindən bir nida gələcək. Bu nidanı ilk yaranmış insandan sonuncu dünyasını dəyişmiş insana qədər hamı eşidəcək. Nida belə deyəcək ki, səbr əhli hardadır? Bu zaman insanların içərisindən bir dəstə qalxacaq, gələcək. Mələklər bunları qarşılayacaq və mələklər bunlardan soruşacaq ki, وَمَا كَانَ صَبْرُكُمْ هَذَا الَّذِي صَبَرْتُمْ Sizin bu yerə gəlib çıxmağınıza səbəb olan səbriniz nə idi? Nəyə səbr edirdiniz? Onlar belə cavab verəcəklər ki, biz Allaha itaətin çətinliyinə səbr edirdik və məsiyyət, günahdan çəkinməyin, günahdan nəfsi saxlamağın çətinliyinə səbr edirdik. İki şeyə görə biz səbr əhli olduq. Bir, ibadətin çətinliyinə dözdüyümüzə görə. İki, günah qarşıya çıxdıqda bunu etməməyə səbr etdik. Allah tərəfindən nida gələr ki, bunların yolunu buraxın, behişdə daxil olsunlar hesab vermədən. İkinci bir dəstə isə qiyamət günü Allah tərəfindən nida gələndə, bəli, nida gələr və ikinci bir dəstə də ayağa qalxar. Bunlara mələklər deyər ki, siz nə idiniz? Dünya həyatında sizin hansı əməliniz var idi ki, Allah Taala sizi belə bir nidana səslədi ki, fəzl əhli hardadır, üstünlük əhli. Bu nidanı da insanların hamısı eşidər. Dünyaya gəlib getmiş bütün insanlar bu nidanı da eşidər. Bu dəstədən mələklər qarşılayarlar həmin dəstəni, bunlar da behişdə daxil olarlar. Lakin mələklər bunlardan da soruşar ki, sizin fəzliniz nə idi? Deyərlər ki, biz dünya həyatında bizə qarşı cahil rəftar olundu, dəyərimiz bilinmədi, biz buna dözdük və bizə qarşı olunan pislik və cəhaləti bağışlayırdıq. Bağışlaya bilirdik. Və bunlar da hesab vermədən behişdə daxil olarlar Allahın əmri ilə. Deməli, həm səbr əhli, həm fəzl əhli behişdə daxil olarlar hesab kitab vermədən. Üçüncü bir dəstə Allah tərəfindən nida gələr ki, Allahın qonşuları kimdir? Hardadır Allahın qonşuları? Eynə ceyranullah cəllə cəlaluhu fi darihi. Allah tərəfindən olan bu nidanı da hamı eşidər. Dünyaya gəlib əvvəldən sona qədər dünya həyatı mövcud olduqca dünyaya gəlib getmiş bütün insanlar bu nidanı eşidər. Çünki hamı məhşərdədir. Bəli, Allahın ceyranı, qonşuları kimlərdir? Və hardadır bunlar? İnsanlar arasından bir dəstə ayağa qalxar, gələrlər, mələklər bunları qarşılayarlar. Mələklər bunlardan da soruşar ki, sizin dünya həyatında əməliniz nə idi ki, indi fəsurtum bihi əl-yom ceyranullah. Bugün siz həmin əməl vasitəsilə Allahın qonşuları oldunuz. Allahın qonşusuna çevrildiniz. Bunlar belə bir cavab verirlər. Bu üçüncü dəstənin cavabı xüsusən bizim müsəlman cəmiyyətində ən çox ehtiyacımız olan bəndlərdir. Fəyəqulunə kunnə nətəhabbu fillahi əzzə və cəllə. Biz nəyəsə xatir yox, yalnız Allaha görə bir-birimizi sevirdik. Heç nə ummadan, heç bir gözlənti olmadan bir-birimizə qarşı məhəbbət göstərirdik.
Və nətəbazalu fillah. Yalnız məhz Allaha görə bəxşiş edərdik. Kiməsə əl tutanda yalnız niyyətimiz Allaha görə idi. 3. Və nətəzavaru fillah. Kimisə gedib ziyarət edərdik. Biri-birimizi qarşılıqlı ziyarət edib, biri-birimizin görüşünə gedərdik. Burada da niyyətimiz, məqsədimiz Allaha görə idi. Allaha görə salam məlik edirdik, dostluq edirdik, biri-birimizin görüşünə gedirdik. Allah tərəfindən nida gələr, buyururlar ki, mənim bu bəndələrim düz danışırlar. Onların yollarını açın. Liyəntəliqu ilə civarillah fil cənnəti. Getsinlər Allahın qonşuluğuna behişdə, bunlar da hesab vermədən. İmam hədisinə belə yekunlaşdırır ki, bunlar Allahın behiştində qonşularıdır. Bu üçüncü dəstə. İnsanlar qiyamət günü qorxduğu zaman bunlar heç nədən qorxmazlar və insanlar hesaba çəkildiyi zaman bunlar da hesab verməzlər. Bəli, 3 dəstədən danışdı bu hədisdə İmam Baqir əleyhissalam Allah Rəsulundan nəql edərək. 3 dəstənin təbii ki, bu dünya həyatında etdikləri əməllərə əsasən birinci dəstə səbr əhli idi ki, ibadətə və ibadətin çətinliyinə, günaha, günahdan çəkinməyin çətinliyinə dözmüşdülər. İkinci dəstə fəzl əhli idi ki, bağışlamağı bacara bilirdilər. Dünya həyatında əfv edən imişlər. Dördüncü dəstə isə, bəli, yalnız Allaha görə yoldaşlıq, dostluq edənlər.